Sərhəlan, gördü ki, mənim dostum neynədi? Əmin üstünə cır-cır-cırdı Misir Jordanın yanında. Mənə də hədələdi. Şahbaz, sən bu şəkilləri gətirib göstərmədin ki, bu Pars qızların şəkilləridir. Gör, Pars necə gözəl qızlar var. Mən hələ utandığımda bu şəkilləri əmin dostuna göstərə bilməmişəm. Yox, səbəbləri valla ola deyil. Mən ora hörmət sahibi, iş sahibi olmaq üçün gedirəm. Mənim taytuşlarım təmiz, atsan sahibi olurlar. Mən isə bu qamışda qalmışam, atsız sansız. Şahbaz, bu gördüyün hər bir kəs mərifət ilə, qulluq ilə xoşbəxt olanlardan deyillər. Bu yalandır. Bu gördüyün bütün xoşbəxtlər tam özgə yerə xoşbəxt olmuşlardılar. İkincisi, sən əgər gedib adını, sanını tanımaq istəyirsənsə, hörmət qazanmaq istəyirsənsə, get tiflisə. Yox, əgər oranı istəmədinsə, get başqa şəhərlərə. Amma Paris bizədə nə gedən var, nə də gələn var. Düz deyirsən, gəl adamın hər işdə bir vasitəsi olsun. Mən Tiflisdə heç kim tanımır. Amma bu firəng bizim ocağımızı tanıyır. Yaxşı adamdır.